اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثارهم وكل شيء أحصيناه في إمام مبين. صدق الله العلي العظيم. صلوات اللهم صل على Muhammed. İnşallah güzellik mevzusunun ikinci hissəsini Allah lütf elədi, inayət elədi. O zaman gecəsində danışırıq. Mən elə bu mövzuya Allahın izni ilə Qəsəs surəsinin 5-ci ayəsi ilə başlamaq istəyirəm. Bismillah. Biz o torpaqlarda əzilənlərə lütf edərək onları rəhbərlər və varislər etmək istəyirdik. Bax, bu ayədə ki, Müteala Allah buyurur, bu ayə ilahi vədin müjdəsidir. Zulüm nə qədər artsa, haqqın nuru sönməz. Bunu bir mənalı biliriz. Bu ayə İmam Zaman ağanın şəninə gəlmiş və onun dövründə yer üzündə haqqın hakim olacağına işarə kimi izah edilir. Zəiflər qalxacaq, zalimlar sükut edəcəkdir. Bəzi alimlərin bu ayə barəsində təfsiri var. Məsələn, böyük alimlərdən biri Şeyx Tusi Ət-Tibyan fit təfsirül Qur'anda buyurur ki, bu ayənin zahiri mənası zəiflərin, müstəzənlərin zülm altında qurtulmasıdır. Zülm altından qurtulmasıdır. Batini və ümumi mənası budur ki, Allahın iradəsi budur ki, haqq əhli sonda hakim olsun. Bu vəd tarix boyu təcəlli etsə də, tam kamil surətdə inşallah İmam Zaman ağanın zuhurunda gerçəkləşəcək. Burada məsələmiz müstəzəflərdir. İnşallah müstəzəf nə deməkdir, onu irəlidə deyəcək. Bir dənə bu ayənin alimlərin nəzəriyyəsinin və təfsirini götürək, ondan sonra inşallah. Əllamə Təbətəbainin Əl-Mizanında buyurur ki, bu ayədə bir ilahi qanunun, yəni sünnənin bəyan edilməsidir. Zəiflər sonda varis olacaq. Çünki ayədə naridu kəlməsi keçir, biz istəyirik. Yəni, qəti və dəyişməz ilahi iradədir də. Allah ayədə buyurur ki, naridu, biz istəyirik. Bu ayə yer üzündə ədalətin qlobal bərqərar olmasına işarə edir və bu da İmam Zaman ağanın dövründə kamil şəkildə baş verəcəkdir. Məqam Şirazinin təfsir nümunəsində çox əla bir izah verir. Deyir, burada yalnız maddi müstəzəflər, yəni zəiflər. Burada tək maddi zəiflər deyil. Haqqından məhrum edilmişlər də var. Ayə deyir, 3 mərhələni göstərir. Birinci budur ki, minnətdir. Yəni ilahi lütf. Ayədə keçdək, lütf edərik. İkinci deyir, imamətdir. Yəni rəhbərlik. Üçüncü, varislik. Yəni imamın dövründə hakimiyyətin qurulması. Bu üçü zührün dövründə tam gerçəkləşəcəkdir. İmamların hədislərinə baxsaq ki, bu barədə İmam Əli Aleyhisselam buyurur ki, bu ayədəki müstəzəflər Muhammed, Allahümmə salli Muhammed və Ali Muhammed və onun pak əhli beytidir. Yəni bizik. Allah onların qaimi vasitəsilə onları izzətə çatdıracaq. Mənbədə təfsir Əl-Qumidən cildi 2 səhifə 137-dədir. İmam Baqir Aleyhisselam buyurur. Onlar kimlər? Müstəzəflər. Bizik. Allah bizim qaimimizi, Əcəlallahu fərəcə şərifi, göndərəcək, o da bizi izzətli edəcək və düşmənlərimizi zəlil edəcək. Mənbədə təfsirül Əl-Əyyəşidəndir, cildi 2 səhifə 126-da. İmam Sadiq Aleyhisselam bu barədə buyurur. Buyurur ki, bu ayə qaim Əcəlallahu fərəcə şərifin və onun səhabələri haqqındadır. Yəni naibləri haqqındadır.
Bu da keçir Əl-Qafi cild 1 Kitab-ül Hüccə bölməsində. Bu ayə yalnız siyasi qələbə vədi etmir də. Bu ayəyə diqqətlə fikir versək, təfsirlərə baxsaq və imamların hədislərinə baxsaq, bu tək siyasi qələbənin vəd edilmişi deyil. Bu zəif nəslin güclənməsi, zəif nəfsin güclənməsi, haqqın batilə qalib gəlməsini və qəlbdə ilahi nurun hakim olmasıdır. Müstəzəf yalnız cəmiyyət deyil. İnsanın daxilində də var. İmamın zuhuru insanın daxilində də bir inqilabdır. Yəni, birinci qəlbivi gərək zamanı imamı üçün hazır edəsən. Qəlbində bəzi günahları gərək təmizləyəsən. Gərək imam gələn yolu neynəyəsən? Səhmanlayasan. Müstəzəf sözünün mənası zəif sayılan, gücsüzləşdirilmiş, haqqı əlindən alınmışa deyilər. Yəni, onun kökü zəifdəndir. Müstəzəf başqaları tərəfindən zəif vəziyyətə salınmış insan, yəni bu adam doğuşdan zəif deyil, zülm və şərait onu zəif edir. Ona müstəzəf deyərlər. Quranda müstəzəflər haqqı tapdalanılan, zülm altında yaşayan, imkanları əlindən alınmış, səsi eşidilməyən insanlar kimi təqdim olunur. Ki bizim səsimizi zalimlar qoymur işte. Və İmam Zaman ağaya bunu çatdırırıq. Ki gəlsin, ədaləti bərqərar eləsin. Allah bizi o günü görməyi nəsib eləsin inşallah. Xüsusilə Qəsəs surəsinin 5-ci ayəsində bu insanlar Allahın xüsusi diqqətindədir. Bunu da bilmək lazımdır ki, müstəzəf yalnız cəmiyyətdə yox, insanın daxilində olur. Məsələn, nəfs qarşısında zəif qalan ruhdur. Gələ birinci oradan başlayasan. Zülm insan öz-özünə də eləyə bilir. Bəzən insan zalim olur, amma özünə zülm edərək. Bunun siyasi məsələ ilə bir əlaqəsi yoxdur. Bunun sənin daxilində olan şeytanın nəfslə ilahi istəklərin arasındakı davadır. Nəfs qarşısında zəif qalan ruh, əlbəttə ki, müstəzəf sayılır. Günahlar altında əzilmiş qəlb müstəzəf sayılır. Haqqı tanıyıb, amma güc tapmayan insan ki var, bu baxımından hər bir insanın daxilində bir müstəzəf olur. Əsası budur ki, əqidəmiz bunu bildirir ki, Əhl-i Beyt və onların həqiqi davamçıları dünya və axirət qələbə çalacaqdır və onlar izzət tapacaqdır və onlar Allahın rəhmində, pənahında olacaqdırlar. Müstəzəf, zəif olan yox, zəif edilən, məzlum, amma dəyərli olana deyilər. Bugün sıxıntıda, amma gələcəyin varisi olanlar müstəzəf olunur, əzizlərim. Bizim əsas mövzumuz ki, gözəllikdəndir. Gözəllərin ən gözəli Allah lütf eləyən gözəl İmam Zaman ağadır. Allah onun simasını, gözəl simasını görmək bizlərə nəsib eləsin inşallah. İmamın gəlişinin özü bir gözəllikdir. İmamın gəlişi sadəcə bir hadisə deyil də, əzizlərim. İlahi gözəlliyin zahir olmasıdır. Zülmün yerinə ədalət olacaq. Qəlblərdə kin yox, mərhəmət olacaq. Elm və hikmət yayılacaq. İnsan öz həqiqi dəyərini anlayacaqdır. Bax, imamın gəlişi burada gözəldir. Bu zahiri bir dəyişiklikdən yox, batili inqilabdan danışılır. Əzizlərim, batili inqilabdan. İnsan gərək qəlbinin bəzi nəfsi istəklərinə yox deməyi bacarsın. Desin ki, yox, mən bunu etmirəm. Çünki insan özünü tərbiyə etsə, əzizlərim, ədalətin gözəlliyinə çatar. Ədalətin gözəlliyinə çatar. Hədislərdə buyurur ki, ədalətin gözəlliyi budur ki, ədalət hər şeyi öz yerinə qoymaqdır. Vaxtında, yubanmadan və nə də tez. Vaxtında hər şeyi yerinə qoymaq
ədalətin gözəlliyidir. İmam Zaman ağanın da dövründə heç kəs haqsızlığa məruz qalmayacaq. Yəni sən mənim qəlbimə deyə bilməyəcəksən. Mən onun qəlbinə deyə bilməyəcəm. Heç kimin haqqı yeyilməyəcək. Haqq öz sahibinə çatılacaq. Öz sahibinə çatdırılacaq. İnsanlar Allahın qoyduğu ölçü ilə yaşayacaqlar. Ədalət ilahi adlarının təcəllisidir də bilirsiniz. Yəni xüsusilə ədl mövzusu ki var. Usulidinin ikincisi də tövhid, bir də ədildir. Allahın ədalətli olmağı. Məşhur Allah Rəsulundan bir hədis var buyurur ki, qorx o məhkəmədən ki, hakim özü şahiddir. Yəni hər şeyi görən Allah özü şahiddir, həm də hakimdir. Bir də insanlarla münasibət var. Rəvayətlərə görə imam insanlara bir ata kimi mehriban olacaqdır. Hakim kimi ədalətli olacaqdır. Müəllim kimi hikmətli olacaqdır. Onun baxışı belə insanı dəyişdirəcək. Çünki o ilahi nurun təcəssümüdür. Bunu əqidəmiz qəbul edir. Əzizlər, mənim etiqadım, inancım budur ki, imamın bircə baxışı bizə kifayətdir ki, biz dəyişək. Bunların da cəmini yığsan, mövzu buradadır ki, intizarın gözəlliyi var. Hər şeyin öz gözəlliyi olduğu kimi, intizar çəkməyin də öz gözəlliyi var. İntizar elə pasiv gözləmə deyil. Elə ancaq oturaq, gözləyək deyə bir mövzu yoxdur. Özünü islah etməkdir. İntizarın gözəlliyinin biri budur ki, özünü islah etməyə cəhd edəsən. Tövbə ilə, istiğfarla, Allahdan bağışlanma diləməklə. İkincisi, günahdan uzaq olmaqdır. Üçüncü, haqqı müdafiə etməkdir. Dördüncü, ədalətli yaşamaqdır. Düz, dürüst, doğru, həqiqi yaşamaqdan danışılır. İmam Sadiq Aleyhisselam buyurur ki, ən fəzilətli əməl fərəzi, yəni zuhuru gözləməkdir. Ən fəzilətli əməl zuhuru gözləməkdir. İntizar edən insan artıq zuhurun bir hissəsidir. O qaranlıqda işıq kimidir. İntizarın gözəlliyi budur ki, qaranlıq yerə bir işıq saça biləsən. Nurun ola bilər. Nurun gözəlliyi odur, əzizlər. Bu dünya zülm ilə dolmuşdur. Tüm fani daxı. Müvəqqəti dünyada yaşayırıq. Lakin ümid qapısı bağlanmamışdır. Sən ki şeytanın zülmünə məruz qalmısan, amma ümid qapısı ki var, Allah onu bağlamayıb. Allahın vədi haqdır. Bir gün gələcək ki, haqqın özü öz yerini tapacaq və haqqın bayrağı dalğalanacaq. Bax, onu gözləyirsən. O gün İmam-ı Zaman ağanın zuhur günüdür. O gün yetimin göz yaşı silinəcək. Nə qədər yetim var, hamısının göz yaşları silinəcək. Zülümkarlar diz çökəcək. İndi sosial medyada imam haqqında danışanlar var ki, haqqı gizlədirlər və savadları da çatmır ki, imamın şəni barəsində nəsə desin və ona əks söhbətlər edirlər. Və biz düz iş deyirlər. Amma imamın gəlişinin ilki budur, yetimlərin göz yaşı silinəcək, zülümkarlar diz çökəcək. Haqq sahibləri izzət tapacaq. Ey intizar əhli, gözləmək sadəcə zaman keçirilmək deyil. Gözləməkin özü hazırlaşmaqdır. Bu cür məclislərdə biz hazırlaşmalıyıq. Əgər sən onun gəlişini istəyirsənsə, heç kimə fikir vermə. Heç kim səni xəttdən yayındırmasın. Ədalətli ol, dürüst ol, qəlbini təmizlə. Nəticə bu olar ki, İmam Zaman ağanın gəlişi zahiri qələbə olar, intizar isə batini qələbədir. Kim intizar edirsə, imam yolunu gözləyirsə, gözləmək yenə də deyirik, özünü düzəltmək anlamında.
gözləyirsə, artıq qurtuluş yolundadır o adam. O adam bilsin ki, mən imam məclisində nəsə imam haqqında öyrəndimsə və imam üçün nələrsə edirəmsə, mən artıq qurtulmuş şəxslərdənəm. İnsan gərək özünü bir küncə atmasın. Mən özümü layiq görmürəm. Heç kim özünü layiq görmür. Heç kim görmür. Amma görmək üçün cəhdərvi et. Bu günahlar ki var, onun astanaların yavaş-yavaş kəskinən. Yəni, əsas 3 dənə səbəbdir. Ədalətli ol, dürüst ol və qəlbini təmizlə. Sən də nicat gəmisinə minənlərdən olasan. Allah yand verə izzət cəlalına, Allah Allahlığına xatiri bizi həqiqi nicat gəmisində olanlardan qərar versin və Allah bizim günahlarımızı bağışlasın. Allah bizi zəmanə imamından ayrı salmasın və Allahdan istəyimiz bu olsun ki, Allah Allahlığına xatir zəmanə imamının ətrafına cəm olanlardan olaq inşallah. Və selamu aleykum və rəhmətullahi və bərəkətuh.